ölçü vahidləri bir ağacdır və onun 5 budağı var. Uzunluq vahidləri, kütlə vahidləri, həcm vahidləri, zaman vahidləri və sahə vahidləri. Uzunluq vahidləri budağının da yarpaqları millimetr, santimetr, desimetr, metr və kilometr. Metr və hektometr günlük istifadə etdiyimiz ölçü vahidləri arasında yoxdur. Onlar təqaüdə gedib, saralıb və tökülüb. Amma budaqda geri qalıb. Millimetr santimetrdən 10 dəfə kiçikdir. Santimetr desimetrdən 10 dəfə kiçikdir. Desimetr metrdən 10 dəfə kiçikdir. Lakin metr kilometrdən 1000 dəfə kiçikdir. Biz indi uzunluq vahidlərini əlimizdə modelləşdiririk. Ən kiçik barmağımız millimetrdir. Santimetr, desimetr, metr və kilometr. Millimetrlə santimetrin arasında 1 0, santimetrlə desimetrin arasında 1 0, desimetrlə metrin arasında 1 0 var. Lakin metrlə kilometrin arasında 3 0 var. Niyə? Çünki dekametrlə hektometr gedib, lakin sıfırları burada qalıb. Ona görə də biz buranı 3 0 hesablayırıq. Böyük ölçü vahidini kiçik ölçü vahidinə çevirəndə vururuq, yəni sıfırları artırırıq. Kiçik ölçü vahidini böyük ölçü vahidinə çevirəndə bölürük, yəni sıfırları ixtisar edirik. 15 kilometri millimetrə çeviririk. Buna görə sıfırları sayırıq. Buradan bura 3 0, 4 0, 5 0 və 6 0. 6 0 1 milyonun arxasında olur. 15'in də yanına 6 0 atanda olur 15 milyon. Yəni 15 kilometrimiz 15 milyon millimetrdir.